Davam edək. İkinci hissə dim test toplusundan 4 nömrəli situasiyamız ilə. Bizə deyir, İngilis kimyaçısı Devi elektroliz yolu ilə aldığı kalium metalının xassəsini bilmədiyi üçün onun hazırladığı qabı su ilə doldurur. Su metala dəyən kimi partlayış baş verir və həll olmuş metaldan əmələ gələn damcılar onun üzünə sıçrayır və beləliklə o sağ gözünü itirir və üzündə ömür boyu sağalmayan yaralar əmələ gəlir. Deyir, reaksiya nəticəsində alınan mürəkkəb maddənin adını və formulunu yazın. Biz ilk öncə bilməliyik ki, kalium metalı aktiv metal olduğuna görə su ilə reaksiya daxil olduqda burada kalium hidroksid və hidrogen qazı əmələ gəlir. Əmsallaşdırsaq, hidrogenden başqa hər birinin qabağına 2 yazmalıyıq. Deyir, reaksiya nəticəsində alınan mürəkkəb maddə. Reaksiya nəticəsində alınan mürəkkəb maddə kalium hidroksiddir. Formulu kalium OH, adı da kalium hidroksid. Deyir, baş verən reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Reaksiyanı burada yazdıq, əmsallaşdırdıq. Deyir, 3,9 qram kalium metalından həll olması zamanı məhlulun kütləsi neçə qram artar? Biz ilk öncə bilməliyik ki, məhlula mən 2 vuraq 39 qram kalium əlavə etdikdə nə qədər azalma baş verir? Çıxan hidrogen kütləsi qədər azalma baş verir. Bəs 3,9 qramda nə qədər azalma baş verər? X. Buradan X-i tapsaq 0,1 qram. Burada tapdım ki, məhlul 0,1 qram azalır və mən 3,9 əlavə eləmişəmsə, üstündən 0,1 hidrogenin kütləsini çıxanda məhlulu 3,8 qram artırmış oluram. Əsasən burada qeyd etmək istədiyim bir şey var ki, hər hansısa məhlula bir maddəni əlavə etdikdə, əgər orada reaksiya baş verir, qaz ayrılırsa, hər zaman qabın kütləsi və yaxud da məhlulun kütləsi əlavə etdiyim metaldan və yaxud da maddədən ayrılan qazın kütləsini çıxdıqda nə qədər qalırsa yerdə o qədər artırdığımı göstərir.